İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışı ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması, kiçik sahibkarlığın inkişafı və özünə məşğulluq imkanlarının genişləndirilməsi məqsədi ilə müxtəlif layihələr icra edilir. Laçın rayonunda da bu işlər mərhələli şəkildə davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünə məşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil olunub. Mediatur işğaldan azad edilmiş ərazilərimizə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini əyani tanış etmək məqsədi daşıyıb. Laçında 90-a yaxın şəxs özünü məşğulluq proqramına cəlb edilib və onlar üçün kiçik təsərrüfatlar yaradılıb. İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə isə 900-dən çox vətəndaş özünü məşğulluq proqramına cəlb olunub və 8300-dən çox şəxsin isə işlə təminatı həyata keçirilib. Məşğulluq idarəsinə müraciət elədim, sağ olsunlar. Mənə yüz aparatları verdilər, avtoyuma aparatları verdilər. İndi öz fəaliyyətimə başlamışam, yavaş-yavaş çalışıram bir nəfər, iki nəfər də Laçın sakinlərindən işçilər götürüm. Burada köməkli avtoyuma işi ilə məşğul olaq. Qeyd edək ki, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən 11200-dən çox şəxsin məşğulluğu təmin edilib.